Bir müddət öncə Instagramda bir brendin mağazası haqqında paylaşım etmişdim. Gentle Monster. Onların mağazaları çox məşhurdur, sanki muzeyə bənzəyir. Və bilməzdim ki, bir ay sonra mən bu mağazadakı instalyasiyaları canlı görəcəm. Və təbii ki, onları mütləq çəkdim və sizin üçün göstərirəm. Sırf bu mağazanı görmək üçün bir mola getdim və orada yerləşən mağazada instalyasiyaları yaxından gördüm. Sadəcə möhtəşəmdir. Bura sadəcə mağazadır. Mağaza. Təsəvvür edirsiniz? Yəni sadəcə eynək brendidir və öz instalyasiyalarına görə məşhurdur. Nəticə etibarilə eynəklərin də qiyməti çox yaxşıdır. Və həmin o məşhur adamlar instalyasiyası, yəni molda bu cür instalyasiya edirlər. Bu da növbəti mərtəbəsi. Və növbəti instalyasiya. Mağazanın içində bu böyüklüyündə it. Nə deyirsiniz? Adam yəni əziyyətlərinə görə ən azından alış-veriş eləmək istəyir. Yəni marketinq çox güclüdür də, yəni. Və canlıdır bu sanki. Qulaqları oynayacaq. Nəfəs alır bu. Bu nədir də, yəni nə möhtəşəm bir.